Deməli bu videoda hər hansı bir insan rəsmini, hər hansı bir simvol, yəni rəqəm də ola bilər, hərf də ola bilər, yəni onun içərisinə salıb maraqlı bir kompozisiya olacaqdır. İstəyirəm bu şəkildə yalnız insanı seçim. Bunun üçün Photoshopda çox gözəl bir funksiya var. Deməli Select menüsündə Subject adlı əmr var. Bunun üzərində mausu sol düyməsini bir daha vursaq, bu zaman yalnız insan seçiləcəkdir. Klaviaturadan Ctrl-C düyməsini basıram və yeni boş səhifədə Ctrl-V düyməsini basıb əlavə edirəm və eyni zamanda Ctrl-T-ni də basıb müəyyən bir ölçü verirəm və səhifə mərkəzində saxlayıram. Daha sonra Type Tool aləti üzərində mausu sol düyməsini bir daha vururam. S hərfi yazaq, məsələn. Move Tool alətini basıb, daha sonra Ctrl-T-ni basıb böyüdürəm və böyütdüyüm hərfi, məsələn, istəyirəm bir qədər bu şəkildə, məsələn, istəyirəm qoyum. Yəni bu sizin fantaziyanızdan asılıdır. Tutaq ki, bu şəkildə məsələn yerləşdirirəm. Daha sonra Layer 1'i qaldırıram yuxarı və bir dənə əməliyyatı ləğv edək. Bu düz olmadı. Bir qədər Ctrl-T-ni basın, bir qədər ölçün balacalaşdırım. Aşağıdan, aha. Ya da ki biraz bu şəkildə fırladım. Yəni fırlatmaya da bilərsiniz, sadəcə bir seçimdir, yəni. Tutaq ki, bu formada bir qədər kiçildək, buradan da bir qədər böyüdək. Tutaq ki, bu şəkildə yerləşdirmək istəyirəm və daha sonra Layer 1'i seçib mausu sol düyməsini basıb saxlayıb yuxarı çəkirəm və daha sonra T hərfinin üzərində Ctrl sol düyməni bir dəfə basıram və S hərfi seçilir və klaviaturadan Ctrl Shift I düyməsini basıram və burada Brush Tool alətini seçirəm. Hal-hazırda bu yaşıl rəng olacaq. Bunu çevirəm. Ağ rənglə. Məsələn, istəmədiyim hissələri silirəm. Yəni, hansı hissənin ki, qalmasını istəmirəmsə, bu hissələri yığışdırıram buradan. Məsələn, tutaq ki, bu da olmasın. Burada da məsələn bu hissə olmasın. Məsələn, burada da bəzi hissələri götürürəm buradan və Ctrl-D-ni bassam bu şəkildə qalacaqdır. Ya da ki, bunu etməyin başqa bir yolu da nədir? Deməli, bu layer'ı qaldırıram yuxarı, əksini edirəm. Bunun opacitesini azaldıram. Opacitesini azaldıram. Məsələn, bu şəkildə də yerləşdirmək mümkündür. Hətta, məsələn, Ctrl-U-nu basıb, burada bunun Ctrl-U-nu izah edə bilməyəcək. Məsələn, Layer 1'i seçək, Ctrl-U-nu basaq. Buradan da, məsələn, müəyyən dəyişikliklər aparıb daha da maraqlı formaya sala bilərsiniz. Belə. Həmçinin, yəni, eyni qayda ilə şəkil üzərində də, daha doğrusu güllər üzərində də bunu etmək olar. İndi bunun üçün də ayrıca bir video çəkəcəm. Belə.